Ve budur artık bugün istirahat edeceğimiz karavana çattık. Karavanımız budur. Şimdi göstereceğim birazdan size. Ve bu Elşen Bey'di. Siz gelende sizi Elşen Bey burada karşılayacak. O, salam, hoş gördük. Onu da qeyd edeyim ki karavan düz denizin kenarındadır. Denizin sesini de eşitirsiniz. Çok qəşəng bir mənzərə var burada. Yəni ürəyiniz istəyən insanlarla gəlib çox qəşəng istirahət edə bilərsiniz və siz gələndə sizlərə samavar, manqal, odun, kömür, hər şeyi və önündə stol, stul, hər şeyi sizin götürdüyünüz icarənin üstündədir. İcarələr 30 manatdan başlayır. 30 manat, 50 manat. Artıq manqalımız, samavarımız duz istiyor. Bu artıq 3-cü dəfə ki, mən buna buz tökürəm. Çünki hər dəfə çəkilişimiz alınmır. Əlavə duz tökürük, çox tökürük. Baxın, duz, amma siz bu qədər çox tökürük. Çəkiliş edirik deyə məcbur buna bayaqdan duz istiyor. Artıq 3-cü dəfədir. Duzluyorsunuz, istiyorsunuz ve burada marinat var. Marinatlarından ədviyyat çıxmışından bu. Ədviyyatların bol edirəm. Hindistan və Pakistan yeməkləri ürəyini. Artıq bunun marinatını verəcək, bastırmasını elədik. Siz həm burada kebab pişirə bilərsiniz, həm də ki, içəridə qaz var, qazda qadan yeməkləri pişirə bilərsiniz. Biz kebabı deməli, soyuğun qanadından, but dibindən və butdan edirik. Amma siz nə öyrənirsiniz, bir boyun etmişsiniz, var etmişsiniz, məsələn, soyuq atını öyrənirsiniz. Və artıq kebabımız hazırdır. Daha doğrusu, ətimiz hazırdır, indi kebab çəkiləcək, işə çəkilir. Birinci butları çəkək. Sonra isə digərlərini, sonradan göndəririk manqala. Baxın, gördüyünüz kimi həm burada çox qəşəng istirahət edirsiniz. Dənizin kənarında, təmiz havada. Həm də ki, belə bir aktivitədir bu. Biraz depressiyada, anksiyetədə insanlar üçün çox olmuşdur. Bu fərqli bir aktivitədir. Gəlin və belə stresinizi atın. Sığ kebablarımız gördüyünüz kimi göz haqqınızı halal edin. Pişir və gəlin siz də burada bu cür gözəl kebablar pişirərək bu cür gözəl istirahət edin. Mən məqsədim burada sizə karavanda necə istirahət olunur onu göstərməkdir. Dənizin kənarında, dənizin səsi, gözəl bir hava və burada da samavarımız artıq qaynayır. Birazdan çayımızı dəmləyəcək.